Salam əzizləyicilər, xoş gördük hər birinizi. Gördüyünüz kimi bugün sizə həmcins üzvlərdən danışacağım. Həmcins üzvlər ümumiyyətlə nə edilir? Həmcins üzvlər eyni suala cavab verən, eyni cümlə üzvü olan və eyni bir üzvə aid olan sözlərə həmcins üzvlər deyilir. Misal olaraq buna deyə bilərik ki, Anar və tutaq ki, Orxan dərsə gəldilər. Burada biz görürük ki, təhlil hissəsi, sintaktik təhlil hissəsi gəldilər. Kim Anar, kim Orxan və Anar da, Orxan da ikisi də mübtədadırlar. İkisi də kim sualına cavab verirlər, ikisi də kim sualına cavab verirlər və ikisi də gəldilər xəbəri ilə əlaqədədirlər. Gəldilər xəbəri ilə biz sizinlə sintaktik əlaqəyə keçmişik. Bunların arasında nə vardı? Uzlaşma əlaqəsi vardı. İkisi də eyni üzvlə əlaqədədirlər. İkisi də eyni suala cavab verirlər. Deməli bunlar artıq nədirlər? Bərabər hüquqlu sözlərdirlər. Yəni həmcins üzvlərdirlər. Təbii ki, həmcins üzvlər bütün cümlə üzvlərinin həmcinsliyi varmı? Bəli, bütün cümlə üzvlərinin həmcinsliyi vardır. Biz ilk olaraq cümlə üzvlərinin həmcinsliyindən danışaq. Burada tutaq ki, biz mübtədanın həmcinsliyini gördük və ya təyinin həmcinsliyini danışa bilərik ki, tutaq ki, yaşıl və qırmızı köynəklər tutaq ki, baha idi. Baha idi. Nə? Köynəklər. Hansı köynəklər? Yaşıl köynəklər, qırmızı köynəklər. Yaşıl da köynəyi izah edir, qırmızı da köynəyi izah edir. Hər ikisinin arasında burada yanaşma əlaqəsini görə bilərsiniz və eyni sual cavab verib, eyni üzvünə əlaqə olduğu üçün bunları biz həmcins təyinlər sayırıq. Bax, təyinlərdə, yəni xüsusən də belədim də, cümlə üzvlərinin həmcinsində dediyim kimi, eyni üzvə aid olması əsas məsələlərdən biridir. Yəni ki, əgər burada desəydim ki, tutaq ki, yaşıl köynəklər və qırmızı tutaq ki, donlar var idi. Var idi, düzdür xəbərimiz. Nə var idi? Köynəklər, qırmızı, nə var idi? Daha doğrusu üzr istəyirəm. Nə var idi? Donlar. Düzdür, nə var idi? Donlar. Necə donlar? Qırmızı donlar, necə köynəklər, yaşıl köynəklər. Bax, burada həmcinsi olan yeni köynəklərlə donlar sözləri oldular. Çünki köynək sözü də var idi xəbərlə bağlıdır. Don sözü də var idi xəbərlə bağlıdır. Amma təyinlərimiz həmcins deyirlər. Niyə görə? Çünki burada yaşıl sözü köynəyi izah edib, qırmızı sözü isə don sözünü izah edib. Düzdür? Deməli, bunlar eyni üzvə aid deyirlər. Eyni sual cavab verirlər, eyni cümlə üzvüdürlər, amma eyni üzvə aid deyirlər. Siz artıq burada həmcinslikdən danışa bilməzsiniz. Bir də təyin məsələsində digər cümlə üzvlərində olmayan qeyri-həmcins təyinlik məsələsi vardır. Bax, qeyri-həmcins təyinlik həmcins təyinlik deyil. Yəni ki, cümlədə həmcins üzvlər seçin deyirsə, qeyri-həmcins üzvlər seçə bilməzsiniz. Qeyri-həmcins üzvlər nədir? Bəs tutaq ki, bu maraqlı hekayə məni təsirləndirdi. Təsirləndirdi kimi? Məni. Nə hekayə? Hansı hekayə? Maraqlı hekayə. Hansı maraqlı hekayə? Bu maraqlı hekayə. Qeyri-həmcins təyinlərdə belə bir şey var ki, qeyri-həmcins təyin özündən sonraki üzvü sanki ikisi bir arada izah edir. Və yəni ki, burada yaşıl sözü tutaq ki, yaşıl qırmızı deyirdisə, yaşılın qırmızıya heç bir əlaqəsi yox idi. Amma bu maraqlı hekayə, bu maraqlı sözünün özünü də izah edirsə, bunlar artıq nə gedirlər? Qeyri-həmcins üzvlər gedirlər. Və yadda saxlaya bilərik ki, əgər ki, həmcins üzvlərin arasında tabiəsilik əlaqəsi olursa, qeyri-həmcins təyinlərin arasında yanaşma əlaqəsi özünü göstərəcək. Yəni, bunu da yadda saxlaya bilərsiniz. Sonra tamamlığın həmcinsindən danışa bilərik. Tutaq ki, kitabı və dəftəri götür. Götür kim? Sən. Nəyi götür? Kitabı. Nəyi götür? Dəftəri. Düzdür, burada artıq görürük ki, bunlar ikisini nəyə sual cavab verən tamamlıqlarımızdır və hər ikisi götür xəbəri ilə idarə əlaqəsinə giriblər, Deməli, burada artıq nə vardı? Həmcins üzvlər vardı, həmcins tamamlıqlar vardı. Zərfliklərin həmcinsində danışsaq, misal üçün deyirəm ki, Şəkidə və Bakıda konsert verdik. Konsert verdik. Kim? Biz. Harada konsert verdik? Şəkidə. Harada konsert verdik? Bakıda. Görürük ki, bu Şəkidə və Bakıda sözləri eyni sual cavab verirlər, eyni üzvə bağlıdırlar və bu cümlə üzvlərimiz nədir? Hər ikisi zəflikdir. Deməli, zəfliyin
həmcisliyini biz görə bilirik. Növbəti keçə bilərik nədən? Xəbərdən danışa bilərik. Xəbərin həmcisliyi. Misal üçün deyirəm ki, Əli evə gəldi və tutaq ki, otağı təmizlədi. Gələn kimdir? Əli. Təmizləyən kimdir? Əli. Biz görürük ki, hər ikisi nə etdi sonra cavab veriblər. Hər ikisi xəbərdilər. Təmizlədi kim? Əli. Gəldi kim? Əli. Və ikisi də Əli mübtədası ilə hansı əlaqəyə giriblər? Uzlaşma əlaqəsinə giriblər. Uzlaşma əlaqəsinə giriblər. Deməli, artıq bunlar eyni sual cavab verib, eyni üzvlə əlaqədə olduqları üçün necə saya bilərik? Həmcinsli sözlər saya bilərik. Əgər ki, Əli gəldi, ancaq dostları yox idi desə, burada artıq həmcinslik yoxdur. Çünki gələn Əlidir, olmayan yox idi, olmayan, gəlməyən kimdir? Onun dostlarıdır. Bax, burada artıq biz qarşı danışacağımız mürəkkəb cümlə anlayışı yaranır. Çünki xəbərlərimiz eyni yerə bağlı deyirlər. Xəbərlər eyni yerə bağlı olduqda siz həmciz xəbərlərdən danışa bilərsiniz. Bir də sizə həmciz xəbərlərdən ayrı həmciz sözlərdən danışa bilərik. Həmciz sözlər nədir? Misal olaraq biz cümlə üzvlərinin həmcisindən danışdıq. 5 cümlə üzvümüz vardı. Hər birinə aid həmcisinə aid nümunələr danışdıq. Amma bəzən ola bilir ki, tutaq ki, onun və Rəşadın dostu gəlmişdi. Siz burada gəlmişdi. Biz söz birləşməsində danışmışıq ki, əgər burada aslı tərəf 2 dənə, amma əsas tərəf 1 dənə olursa, bunu biz bir cümlə üzvü qəbul edirik. Gəlmişdi kim? Onun və Rəşadın dostu. Yəni, əsas tərəfə əsasən cümlə üzvünün sayını təyin edirik. Və belə olduqda biz görə bilirik ki, həmciz üzvdən danışa bilməlidir. Çünki əlimizdə bir xəbər var, bir dənə də mübtəda vardır. Siz həmciz üzv deyə bilməzsiniz. Tələbələr çox zaman belə sözlərə çaşırlar ki, həmciz üzv kimi götürmək istəyirlər. Amma bizim əlimizdə bir xəbər, bir mübtəda olduqda mən necə həmciz üzv götürə bilərəm? Deməli, biz bunu həmciz üzv adlandıra bilmirik. Sadəcə nə saya bilərik? Həmciz söz saya bilərik. Həmciz söz saya bilərik və ya bunu tərkiblərin, bu tutaq ki, ismi birləşmə oldu. Tərkibin də arasında ola bilər ki, dərsdən və tapşırıqlardan bezən tələbələr istirahət etdilər. İstirahət etdilər. Kim? Tələbələr. Hansı tələbələr? Dərsdən və tapşırıqlardan bezən. Burada siz görürsünüz ki, fe'li sifət tərkibimiz var. Düzdür? Fe'li sifət tərkibimiz təyinimiz, mübtədamız və xəbərimiz vardı. Amma dərsdən və tapşırıqdan sözlərinin arasında nə vardı? Həmcislik vardı. Çünki onlar həmciz sözlərdirlər. Bu kimi məqamlara da diqqətli ola bilərsiniz. Ki, bizi çaşdıra bilər. Həmciz sözlərin arasında da gördüyümüz kimi vədən istifadə oluna bilər, illədən, lalədən istifadə oluna bilər və eyni zamanda vergüdən istifadə oluna bilər. Bu lalə məsələsindən biz qoşma bağlayıcı məsələsində danışmışdıq. Tutaq ki, bunu nəyə nəzərə çatdırmaq istəyirəm? Həsənlə mən yarışa getdim. Burada həm getdim deyirəmsə, burada lalə artıq qoşma olur. Çünki getdim kim mən. Yəni, bunu vənlə əvəz edə bilməzsiniz. Yəni, qoşmada bu bağlayıcı məsələsində bunu yada salmışdıq. Getdim kim mən? Kimlə getdim? Həsən ilə. Burada artıq həmciz üzv yoxdur. Amma desəm ki, Həsənlə, üzrdən burada məni də böyünü yazmışam. Həsənlə mən yarışa getdik. Getdik artıq bizdən söhbət edir. Çünki bu şəxs xəbərlik bizim şəxs xəbərliyidir. Bizim şəxs xəbərlik şəkilçisidir. Deməli, getdik kim? Həsən və mən. Artıq belə ehtimalda laləni vənlə əvəz eləyə bilib və getdik kim? Həsən və mən. Bunun ikisini də mübtəda kimi qəbul eləyə bilərsiniz və həmciz üzvlərdən təbii ki, artıq biz söhbət eləyə bilərik. Növbəti məsələmiz həmciz üzvlərdə ümumiləşdirici söz anlayışıdır. Ümumiləşdirici söz nədir? Həmciz üzvləri bir diarə toplayan ümumiləşdirici bir sözlər olur. Bu ümumiləşdirici sözlər həm əvvəldə, həm sonda gələ bilərlər. Bunları bəzən əlavə ilə səhv salırlar. Əlavə ilə səhv salmamaq üçün həmciz üzv anlayışını anlasaz artıq biləcəksiniz ki, əgər ortada həmciz üzvlər varsa, sadalanan üzvlər varsa, bir-birinə əlaqəli, eyni sözlə əlaqəli, eyni sual cavab verən həmciz üzvlər varsa və onları toplayan sözdürsə, bu artıq əlavə sayılmır. Bu
ümumiləşdirici söz sayılır. Tutaq ki, deyir ki, hər kəs, tutaq ki, Orxan, Həsən, Pərviz dərsə gəldilər. Düzdür, gəldilər. Kim? Hər kəs gəldi. Orxan, Həsən, Pərviz dərsə gəldilər. Düzdür. Burada hər kəs bunları toplayan ümumiləşdirici sözdür. Ümumiləşdirici söz əvvəldə gələrsə, orada biz nədən istifadə edirik? Qoşa nöqtədən istifadə edirik. Və yadda saxlaya bilirsiniz ki, biz əlavədə də bir söz demişdik ki, həmcins üzvlərlə ümumiləşdirici sözlərin cümlə üzvü fərqli ola bilməz. Amma yenə eyni məsələdir ki, nitq hissəsi fərqli ola bilər. Gördüyünüz kimi hər kəs nədir burada? Əvəzlikdir. Orxan, Həsən, Pərviz nədir? Artıq bizdə burada isimlərdirlər. Yəni nitq hissəmizin fərqli olmasının bizim üçün heç bir problemi yoxdur. Fərqli ola bilməz nə? Cümlə üzvləri. Və dediyim kimi, ümumiləşdirici söz əvvəldə gələrsə qoşu nöqtə işarəsindən istifadə olunur. Əgər belə desəydi ki, tutaq ki, otağı, həyəti, tutaq ki, otağı, həyəti, tutaq ki, maşını, hər şeyi təmizlədi. Təmizlədi. Haranı otağı təmizlədi, haranı həyəti təmizlədi, maşını təmizlədi, hər şeyi təmizlədi. Burada hər şey artıq ümumiləşdirici sözdür. Ümumiləşdirici söz burada gəldikdə biz nəyi deyirik? Artıq tire işarəsindən istifadə edirik. Tire işarəsindən, çünki ümumiləşdirici söz əvvəldə gəldikdə qoşa nöqtə, sonunda gəldikdə isə tire işarəsinin istifadə olması məqsədə müvafiqdir. Əgər ki, ümumiləşdirici sözlərindən bəzən həmcins sözlərin arasına, tutaq ki, gəlin elə yuxarıda işarə eləyək. Bax, burada bu hissəni birdən sildirəm. Gördüyümüz bax, bu hər kəs sözü ilə bəzən arasına hər kəs, yəni və məsələn kimi sözlər daxil ola bilir bura. Aydınlaşdırma bağlayıcıları təbii ki. Bu ehtimal olduqda yenidən əvvəl vergül işarəsi qoyursunuz, yenidən sonra qoşa nöqtə işarəsini açırsınız. Və ya eyni məsələ sonda da ola bilər. Tutaq ki, deyirəm ki, Orxanı, Həsəni, Babəki bir sözlə hər kəsi çağırdım. İndi biz burada görürük ki, çağırdım kim mən, kimi Orxanı, kimi Həsəni, kimi Babəki və hər kəs burada ümumiləşdirici sözdür. Hər kəs burada nə sayılacaq? Ümumiləşdirici söz. Ümumiləşdirici. Bəs bir sözlə nədir? Bir sözlərin adı yekunlaşdırıcı söz sayılır. Bax, həmcins sözlər sonda gələn ümumiləşdirici sözlərin, həmcins sözlərin arasında bəzən modal sözlər daxil ola bilər. Ora təkcə bir sözlə deyil də, qısası, ümumiyyətlə, əl-qərəz, bu tipli sözlər də daxil ola bilərlər. Ən aktivi bir sözlə sözüdür deyə bir sözlə nümunə verirəm. Amma təbii ki, sırf bir sözlə axtarmağımız da yanlışdır. Burada bəs durğu işarələriniz istifadə olunacaq. Əgər ki, belə olarsa bir sözlədən əvvəl tire, ondan sonra isə vergül işarəsindən istifadə olunacaq. Həmcins sözlərlə bağlı da əsas və vacib məqamlar bunlardılar. Sağ olun əziz izləyicilər, təşəkkürlər məni izlədiyiniz üçün.